Salam, bu videoda Fryer modeli haqqında məlumat verəcəm, bir nümunə üzərindən izah edəcəm. Fryer modeli ümumiyyətlə söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə olunur. Belə bir iş vərəqidir, cədvəl formasında verilir. Orada hər hansı bir anlayış, proses yazılır, onun tərifi verilir, xüsusiyyətləri sadalanır, ona nümunələr, qeyri-nümunələr verilir. Məsəl üçün, mən burada fotosintez, biologiyadan mövzu yazmışam, fotosintez. Fotosintezin tərifini vermişəm. 8-ci sinifdə, yeni 8-dəki dərslikdəki tərifdir. Sonra xüsusiyyətləri xlorofildə baş verir, məhsulu qlükoz və oksigendir. Yəni qruplara paylanır, qruplar fərqli xüsusiyyətlər ora yaza bilərlər. Nümunə olaraq mən burada hansı canlılarda gedir onu qeyd etmişəm. Bitkilər, fototrof bakteriyalar, bəzi heyvanlar. Qeyri-nümunədə də hansı canlılar getmir, əksər heyvanlar, göbələklər və yaxud orada fototrof olmayan bakteriyalar. Bu cür də vermək olar. Amma nümunə qeyri-nümunənin yerində, məsəl üçün, fotosintezə müsbət təsir edən, gücləndirən amillər, fotosintezə mənfi təsir edən amillər cədvəli bu cür də tərtib etmək olar. Yəni, fərqli üsulda bu Fryer modelini tətbiq etmək olar.